Floridada qadın insan sümüklərinin qanunsuz satışına görə həbs olunub. APA xəbər verir ki, bu barədə Fox News məlumat yayıb. Məlumata görə Amerika Birləşmiş Ştatlarının Florida ştatında yaşayan 52 yaşlı Kimberly Shopper insan sümüklərinin qanunsuz onlayn satışı ilə əlaqədar olaraq həbs edilib. O bu sümükləri bilərəkdən alaraq onlayn suvenir mağazasında satışa çıxarıb. Hüquq mühafizə orqanları mağazanın səhifəsində insan sümüklərinin satışına dair elanların ekran görüntülərini əldə etdikdən sonra araşdırmalar başlayıblar. Mağazanın məhsulları arasında körpücük sümüyü, kürək sümüyü, fəqərə, qabırğa və $600 qiymətində olan natamam insan kəlləsi də olub. Məhkəmə tibbi ekspertiza nəticəsində müəyyən edilib ki, satılan kəllə fraqmenti arxeoloji tapıntıdır və təxminən 100 ildən artıq yaşı var. Kimberly Shopper həbs edildikdən bir gün sonra $7500 zamin qarşılığında azadlığa buraxılıb. Lakin ona qarşı insan qalıqlarının qanunsuz satışı ilə bağlı ittihamlar hələ də qüvvədədir. Bu hadisədən əvvəl Çində bir qrupda lədiz krematoriyalardan və tibbi laboratoriyalardan qanunsuz olaraq insan cəsədləri və protezləri alaraq təxminən $53 milyon gəlir əldə edib. Aparılan axtarışlar zamanı 18 ton sümük və 34 mindən çox hazır və ya tamamlanmaq üzrə olan protezlər müsadirə olunub.